İndi taxacam. Gözəl göründüm. Bəyəndim, çox şadam. Mübarəkdir Fatimə, nə gözəl hicabdır. Çox sağ ol Zeynəb. Görürsən Zeynəb, hicab nə gözəl yaraşır insana. Bəli, düzdür. Mən də inşallah hicaba keçəcəm. Fatimə, gedək çay içək. Hə, gedək. Əylə qoxusu var. Bəh, nə gözəl çay hazırlamışsan Zeynəb. Nuş olsun. Al, sənə bir konfet. Çox sağ ol. Nə olub sənə Fatimə? Fikrə getmisən. Bu konfet açıq olmağı yaxşıdır ya bağlı olması? Təbii ki, bağlı olması, çünki konfet təmiz qalır. Bax Zeynəb, görürsən qadında belədir. Necə ki, konfet bağlı qalanda təmiz qalır, qadında örtülü olanda naməhrəmlərin gözündən amanda qalır. Düz deyirsən Fatimə, nə gözəl izah etdin.